Salam. Bugün biz 6 iyun təbiət monitorinqi, 6 monitorinq testlərinə baxacağıq. Demək, burada 26-cı sualda şəkillərdə verilmiş canlılar arasında hansı qida zənciri ardıcıllığı doğrudur soruşur. Burada bir iki qida zənciri mövzusuna toxunulur. Qida zəncirində ilk başlanğıcda bitki gəlir bildiyimiz kimi. Burada A variantında gördüyünüz kimi başlanğıcda balıq, xan balığı, sonra gündəlik, sonra bitkidir. Bu qida zənciri yanlışdır. Sonra B variantında tırtıl, dəvədələk, qanqal, yenə bitki burada axırda gəlir, bu da yanlışdır. Dəvədələk, tırtıl, qanqal da yanlışdır. D variantında isə bitki əvvəldə gəlir, ona görə də bu düzgün variantdır, yəni D variantı. Sonra növbəti suala baxaq. Mühəndislər Marsa uzun müddətli missiya üçün BioMars adlanan qapalı sistem, yəni şüşə qapı hazırlayırlar. Bu qapalı sistemə heç bir əlavə maddə və ya canlı daxil olmur. Çölə çıxmır. BioMars daxilində aşağıdakılar var: torpaq, su, yaşıl bitkilər, ilbizlər və içərisindəki bitki işıq enerjisi istifadə etmə, fotosintez edir, böyüyürlər. İlbizlər isə həmin bitkiyə yeməklə böyüyür və çoxalırlar. Gəlin bu sualı növbəti səfərdə davam elətdirək. Sualda alimlər BioMars üçün niyə qeyri-şəffaf material əvəzinə şəffaf materialdan istifadə edirlər? Gəlin baxaq, ilbizlərin biomarsdan çölə baxa bilməsi üçün, ilbizlərin öz yeməklərini görə bilməsi üçün, bitkilərə günəş işığının düşə bilməsi üçün, şüşə metaldan daha yüngül olduğu üçün biz ümumiyyətlə, yəni əvvəlki dərslərdə bildiyimiz kimi işığı keçirib keçirməməyə görə belə deyək, maddələri üç yerə bölmüşük, daha doğrusu şəffaf, qeyri-şəffaf və yarım şəffaf maddələrdən təşkil olunmuş belə deyək cisimlər. Burada məsələn şəffaflar işığı öncədən arxa hissəyə keçirdir, qeyri-şəffaflar isə keçirtmir və kölgə yaradırlar. Və burada birinci A variantına baxsaq, ilbizlər biomarsdan çölə baxa bilməsi üçün bu yəni bu lazımlı bir şeydir. Yəni bunun üçün deyil, heç yoxdur. İlbizlərin öz yeməklərini görə bilməsi üçün bu da elə vacib deyil. Bitkilərə günəş işığı düşə bilməsi üçün. Yəni bitkilərin bitkilərdə fotosintez prosesinin baş verməsi üçün günəş işığı, yəni işıq düşməlidir, günəş işığı düşməlidir. Bunun üçün də demək, biomars üçün qeyri-şəffaf materialdan yəni metaldır, məsələn material əvəzinə şəffaf materialdan istifadə ediblər. Çünki orada günəş işığı düşməli, fotosintez prosesi baş verir. Demək, bu A variantı səhvdir, B variantı səhvdir, C variantı isə düzdür, çünki şəffafdır və günəş işığı keçirdir. Şüşə metaldan daha yüngül olduğu üçün yox, bu xüsusiyyət, yəni ki, bu belə deyək, mövzuya aid deyil. Yəni heç bir faydası yoxdur. Sonra 28 sualda 3 aydan sonra biomarsın kütləsi necə dəyişər? Kütlə artar, çünki bitkilər, ilbizlər böyür, yeni canlılar yaranır. Kütlə azalır, çünki ilbizlər yeyər və enerji hissəsi istəyən şəklində ayrılır. Kütlə artar, çünki günəş işığı bitkilərə yeni atomlar əlavə edər. Kütlə dəyişmə, çünki maddə sadəcə hava, torpaq, canlılar arasında dövr edir. Burada biomarsın kütləsi 3 aydan sonra dəyişər, əlbəttə, çünki burada bitki və ilbizlər zaman keçdikcə ilbizlər böyüyür və şərtdə qeyd olunmuşdur ki, ilbizlər böyüyür və çoxalırlar və eləcə də bitkilər də böyüyür və bu zaman yeni canlılar yaranır. Bu düzdür. Bu düzdür. Kütlə azalmaz. Yəni kütlə azalmaz. Kütlə artar, amma günəş əlavə atomlar əlavə edir. Bu yox, düz deyil. Kütlə dəyişməsi bu da düz deyil. 29-cu sualda Nərgiz bu tədqiqat haqqında məlumat tapır. Məlumatda iddia olunur ki, biomarsda həyatın davam edə bilməsi üçün ilbiz və bitkilərin sayı arasında tarazlıq olmalıdır. Nərgiz tarazlıq pozultusu nələr baş verəcək yoxlamaq istəyir. Buna görə də o bir eksperiment aparır. Sistemdəki ilbizlərin sayını 2 qat artırır, lakin bitkilərin sayını isə eyni saxlayır. 2 həftə sonra ilbizlərin öldüyünü görür. Buna səbəb nə ola bilər? Gəlin baxaq. Demək, burada deyir ki, şərtdə əsasən şərtə fikir verməliyik ki, ilbizlərin sayı 2 qat artır, lakin bitkilərin sayı isə eyni qalır. Demək ki, sonradan ilbizlərin sayı bitkilərin sayından çox olur. Onda A variantı var, bitkilər daha çox oksigen istehsal edib, ilbizlər tənəffüs etməkdən yorulur. O yox. Yəni bu olmayacaq, çünki bitkilər eyni qalır sayı, daha çox oksigen, yəni eyni sayda istehsal edir. Sayı dəyişmir. B variantı, bitkilər bütün ilbizlərə yetəcək qədər oksigen istehsal edə bilməyiblər. Bu düz ola bilər. Çünki burada ilbizlə demək bitkilərin sayı eyni olmur. İlbizlərin sayı artdığına görə bitkilərin istehsal etdiyi oksigen ilbizləri təmin etmir. İlbizlərin hərəkət etməsi üçün yer qalmayıb. Yox, bu da səhvdir. İlbizlər bir-birini öldürürlər, bu ola bilməz. Şəkildə verilmiş lampa qızılıqda onun içərisindəki maye qabarcıqları yuxarı hərəkət edir və soyuduqdan sonra isə yenə aşağı düşür. Bu cür istilik hərəkəti konveksiya adlanır bildiyiniz kimi. Aşağıdakılardan hansı konveksiya nümunə ola bilər? Konveksiya demişdik ki, konveksiyada maddə daşıması baş verir, qaz və mayelərdə baş verir. Qaynar çaya salınmış metal qaşığın qızması, demək bu istilik keçirmədir. Biz demişik, istilik vermə üç növ var: istilik keçirmə, konveksiya, şüalanma. Əgər cisimlər toxunursa, yəni cisimlərin toxunması zamanı, yəni müxtəlif temperaturlu cisimlərin toxunması zamanı temperatur böyük olan cisimdən temperatur kiçik olan cismə istilik enerji ötürülür. Buna istilik keçirmə deyilir. Bu da isə konveksiyanı soruşur. Yəni qaynar çaya salınmış metal qaşıq çayın enerjisi metal qaşığa keçir. Çimərlikdə günəşdən qaralma, günəş yenə bu şüalanmaya aiddir. İsti havanın otağın yuxarı hissəsinə qalxması, konveksiyada demək ya qazdır, havadır, ya da mayedir. Neyniyib yerini dəyişir, yəni yuxarı qalxır, yəni bu zaman yerini dəyişmiş olur. Buna görə də bu deyirik konveksiyadır, C variantı. Buzun ovcumuzda əriməsi, bu da yenə istilik keçirməyə aiddir. Çünki buzla ovcumuz təmasda olur və ovcumuzdakı enerji hara keçir? Buza keçir. Ona görə bu da səhvdir.
Demək növbəti bir də baxaq hansı halda cismin yerə nəzərən potensial enerjisi artar. Bildiyimiz kimi potensial enerji demək hündürlükdən asılıdır və cisim nə qədər yuxarı qalxırsa onun enerjisi də potensial enerjisi də artır və aşağı düşəndə isə sürəti artdığına, sürətləndiyinə görə onun kinetik enerjisi artacaq, potensial enerjisi də azalır. Bu da demişdik enerji saxlama qanununa görə. Yəni onda A variantda top havada yuxarı qalxanda potensial enerjisi artır. Maşın üfüqi yolda tormozlananda burada yox, potensial enerji artmır. Top havada aşağı düşəndə potensial enerji azalır. Yəni burada kinetik enerji artır. Maşın üfüqi yolda sürətlə yenə burada kinetik enerji var, potensial enerji yoxdur. Yəni burada demək A variantı seçirik. Sonra buz və su üçün sıxlığın temperaturuna asılılıq cədvəli. Burada göründüyü kimi cədvəldə göründüyü temperatur artdıqca, buzun sıxlığı belə deyək, temperaturda buzun sıxlığı da azalır. Burada göründüyümüz suyun sıxlığı getdikcə nə olur? Artmağa başlayır. Orada getdikcə artmağa başlayır və 4 dərəcədə maksimum sıxlığa malik olur. Buzun sıxlığı isə getdikcə azalır. Yəni bu buzun sıxlığı yuxarıya doğru gedir. Yəni temperatur aşağı düşdükcə artır. Yəni belə deyək, su ilə buz sıxlığı tərsinə olur. Yəni suyun sıxlığı getdikcə temperatur artdıqca artır, amma buzun sıxlığı isə azalır. Demək o buz belə deyək, sıxlığı azaldığına görə demək o suyun səthində təbəqə əmələ gətirir. Və burada sıxlıq cədvəli sual cavablaşır, hansı suyun digər maddələrdən fərqləndirən faydalarından biri deyil. Yəni suyun bu xüsusiyyəti fərqləndirən faydalarından biri deyil. Yəni ki, bu belə deyək, faydalarını deyil. Buzun suyu üst təbəqədə formalaşması, suyun 16 may formasında qalması, canlıların həyatda qalmasına imkan yaradır. Biz burada demək bu faydalıdır. Ona görə biz bura faydalı yazacağıq. Sonra çünki üst tərəfə formalaşır və sudakı canlıların həyatda qalmasına belə deyək, imkan yaradır. Sonra suyun üzərində buzun formu altdakı suyun hərəkətini dayandırır. Bu da öz növbədə suyun qış boyu eyni temperaturda qalmasına səbəb olur. Və eyni temperaturda qalması biraz yəni bu sual altındadır. Yəni bu variant biraz yəni düzgün deyil. Sonra 4 dərəcədə su həmişə dibdə qalaraq canlılar daha aşağı temperaturlu suda qorunmuş olur. Yəni 4 dərəcədə göründüyü kimi 4 dərəcədə maksimum olur suyun sıxlığı. Ona görə də dibdə qalacaq. Dibdə qalaraq su həmişə dibdə qalaraq canlılar daha aşağı temperaturlu sudan qorunmuş olur. Bu da faydalıdır. Sonra suyun ancaq üst hissəsinin donması aşağıdakı suyun soyuq havadan qorunmasına səbəb olur. Demək üst hissəsi donmaqla suyun soyuq havadan qorunmasına bir növ faydalı olur. Bu da yenə dediyimiz kimi faydalı olur. Demək burada B variantı biraz sual altındadır. Çünki burada demək burada qış boyu eyni temperaturda qalmasına səbəb olur. Eyni temperaturda dəqiq yəni qalmağını deyə bilmərik. Ona görə də B variantını seçə bilərik. 33-cü suala baxaq. Bir internet səhifəsində belə bir məlumat var. Bütün qırmızı rəngli torpaqlar əkinçi üçün tamamilə yararsızdır. Şagird isə dərslikdə qırmızı torpağı düzgün suvarma və gübrə vermə ilə məhsuldarın artması haqqında məlumat oxuyur. Şagird bu məlumatın dəqiqliyini necə yoxlaya bilər? İnternet saytında istifadə olunan şəkillər dəstəkli şəkillərlə müqayisə etməklə, yəni ancaq bundan belə düzgün məlumat, yəni məhsuldarın artmasına düzgün məlumat əldə edə bilməz. Şəkilləri müqayisə etməklə yalnız öz yaşadığı ərazidə qırmızı torpaq nümunəsi bir dəfə müşahidə edib ümumi nəticə çıxartmaq bu da düz deyil. Çünki yaşadığı ərazidə başqa növ torpaq da ola bilər. İnternet mənbəsindəki iddianın dərslikdəki elmi sözlərlə uyğun gəlib-gəlmədiyini analiz etməklə, internet mənbəsində tapdığı məlumatın dərslikdəki elmi sözlərlə uyğun gəlib-gəlmədiyini analiz etməklə, yəni bu internet mənbəsində əldə olunan məlumatlar tam düzgün olmaya bilər. Ona görə də bu dəqiq məlumat deyil. Sonra digər etibarlı elmi mənbələr dərsliklə müqayisə aparmaqla, yəni bu elmi mənbələr ən əsas, yəni dəqiq mənbələrdir. Yəni burada elmi sübut olmuş məlumatlar var. Ona görə də biz D variantını götürəcəyik. Sonra təbii fəlakətlər haqqında araşdırmaq üçün iki fərqli mənbədən məlumat tapır. Elmi məqalədədir. Deyilir ki, seysmoqramda zəlzələ dalğalarının qrafik xətti hündürlüyü nə qədər böyük olarsa, zəlzələ bir o qədər güclü və daha çox enerjiyə malik olur. Həvəskar müşahidəçinin isə zəlzələnin daimi onun nə qədər güclü olduğunun əsas göstəricisidir. Qeyd edibdir. Fərqli seysmoqramları analiz edərkən hansı mənbə məlumat daha çox etibar etməlidir? Burada əlbəttə həvəskar müşahidəçinin səhv məlumat da ola bilər. Yəni əsas bəlkə buna qabaqki sualda dedik ki, əsas elmi mənbələrdir. Elmi məqalələr, məlumatlardır. İndi A variantına baxsaq, mənbə seçmək kifayət qədər məlumat yoxdur, düzgün deyil. Elmi məqalələr dedik, bu düzgün olacaq. Çünki demək burada dəqiq, tam ətraf dəqiq məlumat verilibdir. Həvəskar müşahidəçinin qeydi, yəni bu düzgün olmayan fikri, düşüncəsi, yəni ola bilər ki, səhvdə məlumat versin, ona görə bu dəqiq deyil. Hər iki mənbədə ola bilməz, yəni burada B variantı seçirik. Sonra Pəri daha sonra zəlzələ zamanı davranış qaydasını araşdırarkən iki fərqli mənbədən məlumat tapır. Fövqəladə hallar üzrə təlimat, zəlzələ zamanı ən etibarlı davranış yağış, örtün, tut qaydasına əməl edən möhkəm bir masanın altında gizlənməkdir. İnternet rəyi sarsıntı olan kimi dərhal binanı tərk etməyə çalışın. Pəri məlumatların doğruluğunu necə yoxlaya bilər? Bunu yəni baxırıq məlumatı dərslikdəki qaydalarla və rəsmi xəbərdarlıqla müqayisə etməklə ola bilər. Çünki dərslikdə də yəni elmi məlumatlar olur və rəsmi xəbərdarlıqla düzgün məlumat olur çoxlu. Yəni əsasən bütün yoldaşlar arasında soğuq keçid çoxunun seçimini əsas götürməsi yoldaşlar ola bilər ki, səhv məlumat da versin. Qaçmanın daha sürətli olduğunu düşünür, internet rəyini seçməklə bu da düz deyil. İnternet rəyinin daha inandırıcı təqdim olduğunu əsas götürür. Yəni burada da səhv ola bilər. Ona görə də A variantını götürürük. 36 sualda əli meymun barları üzərində
Tərsinə sallanmış vəziyyətdə dayanıb, banan yeyir. Banan onun mədəsini necə çatır? Mədən əzələləri qidanı özünə doğru çəkir, cazibə qüvvəsi qidanı aşağı çəkir, qida prostatalar qidanı mədəyə doğru təlir, ağız suyu qidanı yumşaldır, boğazdan aparmaq keçsin. Biz demək, həzm sistemi keçəndə dedik ki, qidanı qəbul edəndə ağız boşluğu, qida borusu, mədə, bağırsaq anusdan keçir və bu zaman qida borusu dalğalanaraq əzələlər vasitəsilə qidanı mədəyə doğru ötürülür, yəni bir istiqamətdə ötürülür. Burada demək, mədən əzəl qidanı özünə doğru çəkir. Yox, bu düz deyil. Çünki əsas qida borusunda dalğalanma ilə o qidanı bir istiqamətdə yönləndirir. Cazibə qüvvəsi qidanı aşağı çəkir. Yox, bununla bağlı deyil. Qida borusunda əzəllər qidanı mədəyə doğru itələyir, yəni bir istiqamətdə hərəkət etməsini təmin edir. Yəni normal insan tərsinə çevrilsə də, tərsinə sallansa da, bu zaman qida yenə olduğu kimi bir istiqamətdə davam edir. Ona görə də C variantı ağız suyu qidanı yumşaldır, boğazdan asanlıqla keçsin. Bu dəxsi yoxdur. Sonra mühəndis eyni ölçüdə kiçik model ev hazırlayır. A evin divarları 2 qat kərpicdən tikilibdir. B evin divarları 2 kərpic təbəqəsi arasında yerləşdirilmiş izolyasiya ilə tikilmişdir. Hər iki evin daxilində eyni temperaturda olan eyni qızdırıcılar yerləşdirilir. Bir neçə saatdan sonra mühəndis evlərin xarici səthinin temperaturunu ölçür və o qızdırıcını söndürür. Hər evin daxilindəki temperaturu ölçür. O qızdırıcılar söndürüldükdən sonra B evin içərisində daha uzun müddət isti qaldığını görür. Mühəndis aparıb təqdimatın əsas məqsədi nədir? Burada göründüyü kimi B evində izolyasiya istifadə etmişdir kərpiclər arasında. Sonra isə evdə temperaturu demək, xarici səthinin temperaturunu ölçüb, sonra söndürəndən sonra, qızıl söndürəndən sonra evin daxilindəkini ölçüb və evin içində daha uzun müddət isti qaldığını görür. Və baxaq variantda evin daxilində nəmişliyi ölçür. Yəni burada yox, qızını söndürür və nəmişliyi ölçmür. Yəni o məqsəd o deyil. Kərpicin hansı temperaturda çatladığını tapmaq, bu da yəni ona bir aid deyil. Qızılcın elektrik sərfiyyatını hesablamaq, qızılcı ilə belə deyək, yəni qızılcı ilə məşğul olmur. Qızılcı ilə iş görmür. Burada əsas evin daxili və xaricində temperaturu ölçür. Divar materialının istilik itkisinin təsirini müəyyən etmək düzdür. Çünki burada demək istiliyi, demək burada izolyasiya, arada iki kərpic təbəqəsi arasında yerləşmiş izolyasiya isə B evinin istiliyin belə deyək, xaricə ötürülməsinin qarşısını aldığını göstərir. Ona görə daha isti qalır. 38-də yaylarda B evinin A evinə nisbətən daha sərin qalması səbəbi nədir? Yay aylarında isə izolyasiyaya görə burada demək B evi A evinə nisbətən istiliyi, yəni çöldəki istiliyi keçirtmir, içəri keçirtmir. Ona görə də daha sərin qalır. Burada izolyasiya materialı kərpicdən arasında boşluğu doldurur, havanın hərəkətini sürətləndirir. Havanın hərəkətinin dəxli yoxdur burada. Ona izolyasiya materialı daxildəki havanın temperaturunu öz-özünə aşağı sala bilməz. İzolyasiya materialı. İzolyasiya materialı divarın daxilindəki nəmişliyi azaldır, havanı sərinləşdirir. Yox, bu havanın nəmişliyi azalmaqla hava sərinləşmir. İzolyasiya qatı xaricdəki istiliyin evin daxilinə keçməsini yavaşladır. Demək burada dedik ki, izolyasiya varsa orada evdə, xaricdəki istiliyi evin daxilinə keçməsini yavaşladır. Həm də qışda isə evin istiliyinin xaricə, yəni ötürülməsinin qarşısını alır. Ona görə D variantı götürdük. Robot hərəkət edə bilir, bateriyası var, kamera toxunmuş sensorlardan istifadə edir, internetə qoşula bilir, danışa bilir. Yusif Mandon canlı olub-olmadığını araşdırır. O 3 müxtəlif mənbədən məlumat toplayır, daha doğrusu. Mənbə adı canlılar haqqında institutun hazırladığı sənədli film izləyir. Canlılar haqqında süni intellekt vasitəsilə internetdə məlumat axtarır. Təbiət dərsində sinif yoldaşlarından soruşur. Burada baxar, fikirlər, demək, mənbələrə baxaq. Mənbə adı canlılar haqqında institutun hazırladığı sənədli film, bu yəni elmi məlumatlardır, tam dəqiq elmi məlumatlardır. Ona görə mənbə 100% burada düzdür. Süni intellekt vasitəsilə internetdə məlumat axtarır. Süni intellekt çox vaxt bilir ki, səhv məlumat da verə bilər. Təbiət dərsində sinif yoldaşlarından soruşur. Burada yəni bilməyə də bilərlər, səhv məlumat verə bilərlər. Onda burada əsas dəqiq məlumat olacaq mənbə A-da. Ona görə də D variantı seçirik. Yusif Mando hərəkət edirlər. Onlar hərəkət edəndə bir kinetik enerjisi nə olur? Olur. Onlar hansı enerjidən bu kinetik enerji əldə etmişdir? Yusif insan, yəni canlıdır. Ona görə də o belə deyək, enerjini qidadan alır. Ona görə qida enerjisini götürəcəyik. O zaman o enerjini qidadan almaqla hərəkət edir və kinetik enerjisinə malik olur. Mando isə robotdur. Buna görə də o elektrik nəşrədinə görə elektrik enerjisini kinetik enerjiyə çevirir. Bu zaman elektrik enerjisi kinetik enerjiyə çevrilir. Yəni elektrik enerjisindən istifadə edir. 41-də əli deyil. Mən gördüm ki, kağız cıranda forması dəyişir. Kağız yandıranda da kütlə çevrilərək forması dəyişir. Deməli, hər iki halda eyni proses baş verir. Əlinin bu arqumentdəki əsas səhvi nədir? Burada gördüyünüz kimi iki proses var, iki hadisə var. Bu biri kağızın cırılması fiziki hadisədir, kağızın yanması isə kimyəvi hadisədir. A variantda o kağızın tərkibindəki dəyişiklikləri nəzərə almayıb. O kağızın hansı materialdan hazırlandığını nəzərə almayıb. Materialın hansı materialdan deyəndə, yəni bu ikisi də cıranda da, yandıranda da eyni materialdır. Ya bu dəxsi yoxdur. Kağızı cırmaq üçün sərf olunan enerji nəzərə alınmır. Enerji burada özə aiddir. Hər iki prosesin eyni müddətdə baş verdiyini nəzərə alınır. Yəni burada vaxt məsələsi deyil. Ona görə də burada demək kağız yandıranda demişdik kimyəvi hadisə nədir? Maddənin tərkibi dəyişir, dəyişikliyə məruz qalır tərkibi. Ona görə də burada tərkibin dəyişikliyi götürürük və bu olduğuna görə, hadisədə olduğuna görə bunu seçirik. Yəni A variantı. Sonra növbəti ırkçı zalda isə nəyə görə ay tutulması günəş tutulmasına nisbətən daha çox insan tərəfindən müşahidə olunur? Demişdik ki, demək ay tutulmasında yer demək günəşlə ayın arasında yerləşir.
Günəş tutulmasında isə ay yerlə günəş arasında yerləşir. Demək onda da ay tutulması deyir. Ay tutulmasında günəş tutulmasına nisbətən daha çox insan tərəfindən müşahidə olunur. Çünki bu zaman demək günəş tutulması zamanı ay daha sürətli hərəkət etdiyinə görə, yox, bu səhvdir. Ay yerdən böyük olduğuna görə ay yerdən böyük deyil. Bizim ay yerin nəyi böyük idi, bu da səhvdir. Sonra ay tutulması zamanı günəş söndüyünə görə o yox, bu ola bilməz. Sonra yerin yaratdığı kölgə dedik ki, ay yerə nisbətən kiçikdir. Onda hansının kölgəsi kiçik olacaq? Ayın kölgəsi yerə nisbətən kiçik olacaq. Yerin yaratdığı kölgə daha böyük olacaqdır. Ona görə də ay tutulmasının günəş tutulmasına nisbətən daha çox insan müşahidə edə bilər. Çünki onun sahəsi daha böyük olacaq. Yerin yaratdığı kölgə ilə daha böyük olacaqdır. Amma günəş tutulmasında isə demək ayın ölçüsü yerin ölçüsünə nisbətən kiçik olduğuna görə onu bir çox ölkələrdə görmək olmur, müşahidə etmək olmur. Ona görə burada demək yerin yaratdığı kölgə daha böyük olduğuna görə. Bəs günəş tutulması necə baş verir? Dedik günəş tutulmasında demək ay yerlə günəş arasındakı sahəyə keçir. Yəni yerin qarşısına keçir. Onda ay yerlə yer kürəsinin günəş arasında keçdikdə qalanları isə səhvdir. Biləyimizə barmağımızla qoyduqda nəbzimizi hiss edə bilirik. Biləyinizdə nəbzin yaranma səbəbi nədir? Demişdik ki, nəbz demək ürəyin damarlara qan vurur və bu zaman qan damarlarda hərəkət edən zaman damarın genişlənib və yaxud daralmasıdır, ritmik olaraq genişlənib daralmasıdır. Buna da nəbz demişdik. Demək arteriya ürəyin döyünməsi ilə ritmik olaraq genişlənir və daralır və bu düzgün məlumatdır. Biləkdəki sinirlər hiss edə biləcəyimiz kiçik elektrik siqnalları yaradır. Yox, buna aid deyil, yəni nəbzə aid deyil, yəni səhvdir. Biləkdəki əzələlər qanın ürəyə qayıtmasını təmin edir. Yox, bu əzələlər yox. Ürək döyündükcə sümüklər hərəkət edir, bu da düz deyil. Onda biz A variantını seçəcəyik. 45. Niyə nəbzi ürəkdə hiss etmək olur? Çünki bu nahiyədə damarlar ürəyə daha yaxındır. Çünki bu nahiyədə qan daha sürətli axır. Çünki ürəkdən gələn arteriya nahiyədə dərinin səthinə yaxındır. Və burada A variantı nahiyədə damarlar ürəyə daha yaxındır. Yaxındır, amma ondan daha yaxın damarlar da var ki. Sonra B variantı çünki nahiyədə qan daha sürətli axır. Yox, bu da düz deyil. Çünki ürəkdən gələn arteriya bu nahiyədə dərinin səthinə yaxındır. Biz ona görə biləyi seçirik. Yəni bilək olan hissədə arteriya dərinin səthindən daha yaxındır. Ona görə C variantını seçəcəyik. D variantı vəbşə, yəni ümumiyyətlə düzgün deyil. Çünki sümüklər damarları çölə doğru itələyir. Bu da düz deyil. Sonra 50 yarışa hazırlaşan velosipedçi də o gün də məşqlərində daha doğrusu yüksək sürətlə pedal çevirərək müxtəlif marşrutlarda sürməyi sevir. Bir gün məşq zamanı o nəfəsin daha sürətli dərin olduğuna fikir verdi. Bu barədə biologiya müəlliminə danışdı və müəllim dərslərinin təsirini düzdür. Əlindən soruşdu. Bu nəfəs almadır. Nəfəs vermə. Burada səncə sürətli pedal çevirməsinin hansı proses sürətləri yavaşlayır? Bunun səbəbi nədir? Aşağıdakı vədə birini verməlidir. Sizcə hansı cavab düzgündür? Birinci proses sürətlənir, çünki velosiped daha çox oksigen qəbul etməlidir. İkinci proses yavaşlayır, çünki fizik faydadan daha az karbon qazı xaric olunur. Yox, bu da heç düz deyil. Belə ikinci proses yavaşlamır. Ümumiyyətlə proses yavaşlamır, çünki bu zaman o müxtəlif sürərkən, yəni bu velosipedçi yəni Əli gündəlik məşqlərdə sürətlə pedal çevirərək bu zaman onun tənəffüsü də sürətlənir. Ona görə birinci və ikinci proseslər ikisi də tənəffüsə aid olduğuna görə ikisi də sürətlənəcəkdir, yəni yavaşmayacaqdır. Demək bu da düzdür, amma əslində bu bir prosesdir. İki prosesin ikisi də olmalıdır, çünki ikisi də bir tənəffüsə aiddir. Yəni hər ikisi eyni dərəcədə sürətlənir, çünki tənəffüsdə oksigen qəbulu, karbon qaz çıxarılması balansda saxlamalıdır. C variantı. Hər iki proses demək yavaşlayır, çünki bədənə karbon qazı miqdarı artır, yox da aid deyil buna. Yəni hər iki proses sürətlənir, daha yavaşlanır. 47-ci suala bax, bakteriya və göbəllər faydalı və zərərli təsirlərini düzgün uyğunlaşdırın. Burada faydalı çörəkdir. Ona görə faydalıya yazacağıq A. Sonra alkoqol istehsalı da bir çox təkcə alkoqol istehsalı dedikdə dərman preparatlarının istehsalında da istifadə olunur. Yəni D və D. Yəni üzvü tullantıların çözülməsi də bu da faydalıdır. Bəs zərərli ayaq göbələyidir. Zərərlidir. Meyvə tərəvəzinin çürüməsi. Meyvə tərəvəzinin çürüməsi əlbəttə ki, zərərlidir. Ayaq göbələyi də zərərlidir. Onda bu olacaq demək ACD, BG, B variantı. Mayelərin xassəsi haqqında düzgün mülahisə hansıdır? Dedik ki, maye formasını saxlamır, amma həcmini isə saxlayır. Yəni müxtəlif qablara tökülən maye həmin qabların formasını alacaqdır. Və axıcıdır da maye bildiyimiz kimi. Orada zərərciklərin bir-birinə sürüşməsi nəticəsində axıcılığı təmin edir. Maye həm həcmini, həm də formasını saxlaya bilir. Burada həcmini saxlayır, amma formasını saxlamır. Bu düzgün deyil. Maye formasını saxlayır, bu da düz deyil. Lakin sərbəst axa bilmir. Sərbəst axır maye. Maye həcmini saxlayır, lakin sərbəst axa bilmir. Bu da düz deyil. Maye həcmini saxlayır, lakin formasını saxlaya bilmir. Bu isə düzdür, düzgün variantdır. Boşluqların yerinə uyğun gələn sözlər hansılardır? Günəş, demək burada A. Günəş necədir? Bildiyimiz kimi təbii işıq mənbəyidir, ona görə 2 yazacağıq. Sonra B. İşıq enerjidir, təbii ki, özü ilə enerji daşıyır, ona görə də 5 yazacağıq. C. Kölgə qara rəngdədir, bildiyimiz kimi.
D'de de gördüyümüz kimi süni işıq mənbələri verilib. Şamlardır, yağ lampalar, led lampalar insanlar tərəfindən yaradılan işıq mənbələrdir. Ona görə yazılıb süni işıq mənbələridir. Y demək yüksək cilalanmış mebel düzgü kimi də görsənir, yəni ki, fəaliyyət göstərir. Olacaq demək 3, Y3. Bu da A2, B5, C4, D1, E3, bu da B variantı olacaq. Fərid biologiya dərsində ürəyin quruluş funksiyası haqqında öyrənir. Müəllim izah edərkən qeyd edir ki, ürək qan dövranında mühüm rol oynayır və müəyyən xüsusiyyətləri var. Fərid dərsdən sonra aşağıdakı sual cavablandırmağa çalışır. Ürəyin əsas funksiyası nədir? Ürək dedik ki, qanı damarlara pompalayır və onun hərəkətini təmin edir, dövr etməsini təmin edir. Qanı orqanizm boyunca dövr etdirir. Yəni ürəyin əsas funksiyası. Oksigen istehsal etmək yox, qan hüceyrələrini yaratmaq yox, sinir impulslarını ötürmək. Bu qədər.